Salam əziz tamaşaçılar, hər vaxtınız xeyir olsun. Verilişimizin bugünkü qonağı uzman pulmonoloq Aynur Məmmədovadır. Xoş gördük Aynur xanım, necəsiniz? Xoş gördük, yaxşıyıq. Siz necəsiniz? Çox sağ olun, yaxşı olun. Aynur xanım, istəyərdik ilk növbədə bizə pulmonologiya elmi haqqında məlumat verərdiniz. Ümumiyyətlə bu sahə hansı xəstəlikləri öyrənir? Pulmonologiya tənəffüs sistemi xəstəlikləri ilə məşğul olur. Tənəffüs sistemi dediyimizdə də təbii ki, ağciyərlərimiz və bronxlarımız nəzərdə tutulur. Tənəffüs sistemi xəstəliklərinə də əlbəttə daha çox toplumda gördüyümüz, özəlliklə mövsümlə əlaqəli olaraq bronxial asma və allergik xəstəliklər, eyni zamanda ağciyərin xronik obstruktiv xəstəliyi, çox el arasında yayılan ağciyər sətəlcəmi dediyimiz pnevmoniyalar, bronxitlər, eyni zamanda ağciyər arteriyasında tromboemboliya, ağciyər təzyiqi kimi məşhur olan xəstəliklərimiz, sarkoidoz, yuxu apnesi xəstəlikləri, eyni zamanda bir çox məslək xəstəliklərinin ağciyərlərə təsiri, bütün bunların hamısı pulmonologiya sahəsini əhatə edir. Aynur xanım, bildiyimiz kimi fəsil dəyişimi, ümumiyyətlə yazın gəlişi, torpağın oyanışı müsbət təsir etsə də, buna baxmayaraq bəzi insanlarda da yazın gəlişi biraz onlarda məyusluq hissi oyadır. Yaz aylarına qarşı allergiyası ola bilir. Bir də bununla bağlı istəyərdim danışaq ki, ümumiyyətlə bu allergik xəstəlik niyə yaranır? Bunun diaqnozu necə qoyulur? Əslində çox aktual bir mövzudur. Çünki tam yaz dönəmi və bahar dönəmində, yəni ilk bahar dönəmində ağacların çiçəklənməsi, o torpağın oyanışı, otların, bitkilərin, yaşıllıqların artması ilə bəzi insanlarda həqiqətən də allerjik rinit simptomları başlayır. Ümumiyyətlə rinit özü burun mukozasındakı, yəni bir inflamasyondur, yəni bir infeksion bir prosesdir. Amma allergik rinitdə altda yatan bir etiologiya var. Yəni bu faktor var. Bunlar ola bilər polenlər, yəni ağacların çiçəkləri, onların o tumurcuqlanma dönəmindəki ifraz olunan xüsusi maddələr, eyni zamanda küflər, bəzi parfüm kokuları, deterjan kokuları, bunlar özü narahat eləyə bilər xəstələri, allerjik simptomlar yarada bilər. Bəzi ev heyvanları var ki, onların verdiyi, onların tüklərindən olan allergik simptomlar oluşa bilir. Bəzi qida maddələrinə qarşı allergiyalar çox yayğındır. Eyni zamanda son dönəmlər çox görürük, daha çox dərman allergiyaları. Dərman allergiyalarının içində təbii ki, ibuprofen tərkibli ağrı kəsicilər var, beta blokatorlar dediyimiz ürək dərmanları, kardiolojik dərmanlarımız var, aspirinlərə qarşı olan allergik reaksiyalar var. Yəni bu səbəblər, əslində allergik səbəbləri araşdırmaq çox geniş bir patogenezi var bunun. Amma allerjik rinit daha çox özəlliklə yaz dönəmində burun mukozasında yabancı maddə daxil edildikdə vücudun verdiyi, yəni bağışıqlıq sistemimizin, immun sistemimizin verdiyi bir yanıt reaksiyası kimi qəbul edirik ki, bu daha çox özəlliklə bu fəsildə daha çox olur. Gözlər qızarmağa başlayır, sulanmağa başlayır, qaşıntı başlayır. Eyni zamanda burun tıkanıklığı, burunda axıntı simptomları olur. Qoxu alma şikayətləri əmələ gəlir xəstələrdə. Bir qrup xəstələrdə artıq bəzi durumlarda daha çox nəfəs darlığı, özəlliklə gecələr olan nəfəs darlığına qədər irəliləyə bilir. Hapşırma olur, askırma olur. Özəlliklə okul dönəmində, yəni məktəb çağındakı uşaqlarda daha çox gördüyümüz allerjik simptomlar bəzən həqiqətən də məktəb başarısını, yəni uğurlarını da düşürə bilir. Çünki qulaqda qaşıntı, burunda tıxanma, bunlar eyni zamanda qulaqda mayenin toplanmasına səbəb olur ki, bu da eşitmə azlığına yaradır, otit simptomlarına yarada bilir, dinləmə qabiliyyətini aşağı salır və ciddi dərəcədə həyat keyfiyyətimizi aşağı salır. Aydındır. Bəs Aynur xanım, bu xəstəlik hansı insanlar üçün daha təhlükəlidir? Əslində allergiya simptomları sadəcə çevrəsəl faktorlar yox, eyni zamanda genetik faktorların təsirindən olur. Yəni hər iki faktor birlikdə allergiya yarada bilir. Özəlliklə bizim həm anamız, həm atamızda hər hansısa bir atopi dediyimiz allergik bir durum varsa, daha çox cinsiyyət ayrımı yapsaq erkək çocuklar, yəni oğlan uşaqlarında daha çox olur. Əslində allergiya hər yaş dövründə başlayır, amma daha çox uşaqlıq dönəmində özəlliklə dəridəki allergik reaksiyalarla, qida allergiyaları, dərman allergiyaları, eyni zamanda başqa ailəsində allergiya simptomu olan, özəlliklə ailədə son dönəmlərdə siqaret istifadəsi, yəni yeni doğulmuş uşaqların olduğu, böyüdüyü ortamlarda siqaretin istifadəsi, çevrəsəl faktorlar bildiyimiz kimi hava kirliliyimiz də var. Yəni bu faktorların təsiri ilə uşaqlarda, gənclərdə, hər yaş qrupunda allergik simptomlar görülə bilər. Mümkündür, yəni ola bilər. Aynur xanım, bəs bu allergik xəstəliklər ağciyərdə nə kimi xəstəliklərin yaranmasına səbəb ola bilər?
Əslində allergik rinit simptomları bir növ bronxial asma xəstələrində allergik rinit simptomları yanaşı gedir. Bəzən gerçəkdən asma xəstələri var ki, hansı ki, bundan əziyyət çəkir. Onların eyni zamanda da allergiyaları olur. Yəni allergik rinitlə yanaşı gedən olur. Yəni əslində birbaşa ağciyər bilirik ki, hava ilə və çevrəsəl faktorlarla təmasdadır və üst tənəffüs yollarımızda da hər hansısa bir infeksion prosesi, allergik proses varsa, bu proseslər ağciyərlərdə təsir göstərə bilər. Bu şəkildə bronxlarımızda, ağciyər bronxlarımızda hiperhəssaslıq reaksiyası oluşturur. Yəni aşırı dərəcədə hiperhəssaslığa bağlı bronxların divarında ödemləşmə, eyni zamanda mukus sekresiyasında artma və bunlara sekundər olaraq, yəni ikincili olaraq da hava axımında qısıtlanma olur. Yəni hava axımı çətinləşir. Hava axımı çətinləşdikdə də nə olur? Təbii ki, nəfəs darlığı şikayəti olur. Özəlliklə bronxial asma xəstələrində daha çox gecələri və sabaha qarşı olan nəfəs darlığı şikayətləri, sinədə bir ağrı şikayəti, xırıltılı və xışıltılı nəfəs eşidilir. Bu xəstələr daha çox bronx obstruksiyasına bağlı hava axınını alır. Xəstə hava daxil olmur, ekspiratuar axım dediyimiz, yəni havanın xaric edilməsində ciddi problemlər yaşayırlar. Ona görə buna bağlı ciddi nəfəs darlığı, eforuda, özəlliklə hərəkətdə, spor hərəkətlərində, pilləkən qalxanda və digər aktivitələrində də ciddi nəfəs darlığı səbəbilə həyat keyfiyyəti aşağı düşür bu xəstələrin. Aynur xanım, bəs bu bronxial asma dedik, bu xəstəlik nədir? Bu necə yaranır? Bronxial asma və xroniki obstruktiv ağciyər xəstəliyi mövcud durumda daha çox toplumda rastladığımız bu iki xəstəliklərin bir-birindən oxşar simptomları olduğuna görə çox qarışdırılmasıdır. Əslində asma və xroniki obstruktiv ağciyər xəstəliyi ikisi də ağciyərlərdə bronxların obstruksiyasıdır, yəni daralması ilə sel edən bir xəstəlikdir. Ancaq buradakı ən incə bir nüans asmanın mövsümsel dəyişiklik göstərməsi, zaman-zaman yaxşılaşması və zaman-zaman kötüləşməsi, yəni pisləşməsi. Xroniki obstruktiv ağciyər xəstələri isə belə deyil. Davamlı olaraq bir nəfəs darlığı var. Asma xəstələrində isə birazcıq mövsümsel dəyişikliyə bağlı olur, amma asma geriyə dönən prosesdir. Xroniki obstruktiv ağciyər xəstəliyi geriyə dönməyən prosesdir. Asmanın özü də yenə çevrəsəl faktorların və genetik faktorların təsirindən bronxlarda olan bir inflamasyondur. Yəni bir iltihaplanmadır və heterojen xəstəlikdir. Yəni burada çox miqdarda əlavə faktorlar var. Yəni həm xəstəliyin etiologiyasında rol oynayan faktorlar var, həm xəstəliyin gedişatını pisləşdirən faktorlar var. Amma bronxial asma bir şey unutmayaq ki, geriyə dönən prosesdir. Yəni özəlliklə son dönəmlərdə çıxan bioloji dərmanlar ki var, hansı ki 5-ci mərhələ asmada istifadə də olunur ki, bunlarla asma biz kontrol altına ala bilirik və daha tədavisini daha düzgün şəkildə izləmək mümkündür. Bronxial asma xəstələri əlbəttə ki, burada yenə ilk baharda, özəlliklə bu dövrlərdə, bu fəsildə daha çox şiddətlənir simptomları. Həm bahar allergiyaları bunlara eşlik eləyə bilir, o allerjik maddələrin təsirindən şikayətlərində artış olur xəstələrin və eyni zamanda polenlərin təsiri göstərir. Bir çox başqa xəstəliklər, deyəlim ki, örneğin obezite, yəni kilo, aşırı çox kilo özü bronxial asmanı şiddətləndirə bilər. Gastroezofageal reflü asmanı şiddətləndirə bilər. Yəni, bu kimi digər başqa faktorlar da var ki, bunlar məsələn sinozit olan xəstə asmanı şiddətləndirə bilər və ya qış dönəmində daha çox pnevmoniyalar keçirir, ağciyər infeksiyaları olur. Bu altda yatan ağciyər xəstəliyini şiddətləndirə bilər, asma ataklarına qədər gətirib çıxara bilər. Özəlliklə qış və ilkbahar dönəmində belə xəstələrin diqqətli olunması tövsiyə edilir. Bəzən qış dönəmində bəzi aşılar, özəlliklə qrip aşılarını etdirmək lazımdır, pnevmokok aşılarını etdirmək, yəni peyvəndləri yaptırmaq lazımdır ki, bunlar o xəstəliklərin ən azından qış dönəmində ağırlaşmasının önünə keçsin. Polenlərin aktiv olduğu dönəmlərdə sabahları daha çox havada, bitkilərin tozcuqları çox yaygın olduğuna görə səhərlər daha çox yürüyüş yapmamalarını, yürüyüşə çıxmamaqlarını tövsiyə edirik. Hava filtrlərindən istifadə edilməsini tövsiyə edirik. Otaqda hava filtrləri olsun. Əlbəttə ki, hansı maddəyə qarşı allergik bir reaksiya olursa, o maddəni uzaqlaşdırmağına məsləhət görürük ki, o maddədən maksimum dərəcədə uzaq olsun. Yəni sadəcə çevrədə olan faktorlar deyil, eyni zamanda məişətdə istifadə olunan bəzi maddələr var ki, onlar da bronxial asma simptomlarını artıra bilər və asma krizinə qədər gətirib çıxarda bilər.
Bəs ümumiyyətlə bu bronxial asma xəstəliyi bildiyimiz kimi bu gün çox yayılan bir xəstəlikdir. Yəni hər yaş kateqoriyasından olan insanlarda rast gəlinir. Bu xəstəlik o yaş kateqoriyalarına görə ağırlaşa bilərmi? Məsələn, uşaqlar daha bunu asan keçirir. Yəni bu xəstəlik onlara çox mənfi təsirini göstərmir. Daha yaşlılarda isə daha ağır olur. Belə hallar olur. Əslində uşaqlarda və böyüklərdəki ümumiyyətlə asmanın bu klinik fenotip dediyimiz fenotipinə baxsaq, allergik və non-allergik olaraq ikiyə biz ayırırıq. Yəni tip 2 olan və tip 2 olmayan asma. Yaş qruplarına görə kateqorizə etdiyimizdə isə uşaqlardakı gedişatla böyüklərdə təbii ki eyni olmur. Şimdi buradakı məsələ budur. Yəni uşaqlarda asmanın 5 yaşa qədər biz bu uşaqlara asma tanısını, diaqnozunu qoyuruqmu? %100 ki, bəli bu asmadır. Bu 5 yaşa qədər əslində tam doğru tanı olmaya bilər. Çünki 5 yaşdan sonra müəyyən qədər dəyişikliklər ola bilər. Yəni burada uşaqlardakı daha kötü gedişatlı olur, pis olur. Erişkinlərdə, böyük yaşlılarda daha asaddır. Elə bir ayrım eləyə bilmərik əslində. Sadəcə buradakı yenə deyirəm, əsas faktor burada uşaq dünyaya gələndə evdə valideynlər arasında bir asması varmı? Yəni genetik bir yatqınlıq dediyimiz bir faktor varsa, əlbəttə ki, bu xəstəlik yəni müalicəyə daha biraz çətin tabe ola bilər. Amma yenə də deyirəm, yəni biz böyük yaşlılar var ki, heç uşaqlıqdan asması yoxdur, amma müalicəyə çətin tabe olur. Amma uşaq var ki, müalicəyə daha yaxşı tabe ola bilir. Yəni buradakı məsələ sadəcə yaş əlaqəsi deyil. Dərmanları necə istifadə etməsi, müalicəyə necə tabe olması, necə qidalanması, həyat kalitəsinin necə olması, bunlar hamısı təsir göstərir. Və təbii ki, uşaqlıq dönəmindən başlayan asma, əlbəttə ki, dediyim kimi atopik durumlardan seyr edilir. Yəni allergik simptomlar da əlavə olaraq olduğuna görə daha çox ürtikər olur, dəridə lezyonlar olur, qaşıntılar olur, qida maddələrinə qarşı allergiyalar olur belə uşaqların. Və onların birazcıq kliniki ağırlaşma, daha çox klinik olaraq biraz daha çətin ola bilər. Amma zamanla xəstələr takib altına alına bilir təbii ki. Yəni bunu çatdırmaq istədiyim ən önəmli, vurğulamaq istədiyim nöqtə də əslində budur. Yəni asma xroniki obstruktiv ağciyər xəstəliyi ilə müqayisədə daha yaxşı müalicəyə tabe ola bilən və daha çox dərmanlarla kontrol altında tuta biləcəyimiz bir xəstəlikdir. Aydındır Aynur xanım. Son olaraq isə istəyərdim tamaşaçılarımıza öz tövsiyələrinizi verəsiniz ki, ümumiyyətlə bu xəstəliklərin bizə yaxınlaşmamaq üçün nələrə əməl etməliyik? Ağciyərlərimizi necə qoruyaq? Yəni mövcud durumda ağciyərlərimizi qorumaq gerçəkdən çox çətindir. Çünki çevrəsəl faktorlarımız, özəlliklə hava faktorları, çox ürək açıcı olmayan durumlar ola bilir. Sağlam qidalanmaq mütləqdir. Mütləq bol yürüyüş önərirəm, yəni xəstələrimizə. Təmiz havada bol yürüyüş. Təbii ki, asma, allergik xəstələr dediyimiz kimi ilk bahar dönəmində biraz daha diqqətli olsunlar. Eyni zamanda doğru bəslənmə. Təbii ki, mümkün olduğumuz qədər stres faktorlarından uzaqda qalmaq. Çünki stresin özü belə xroniki xəstəlikləri ağırlaşdıra bilir. Ağciyərlərimizi qorumaq çox önəmlidir. Çünki sağlam nəfəs, sağlam həyat demək. Özəlliklə son dönəmlərdə, infeksiyaların çox yayğın olduğu dönəmlərdə, qış fəsli idi, fəsilimizdə çox müxtəlif virus infeksiyaları var. Onlardan qorumaq üçün mütləq sağlam qidalanma, sağlam təmiz havada bol yürüyüş etməyimiz şərtdir. Aydındır Aynur xanım. Və əminəm ki, ümumiyyətlə sizin tövsiyələriniz tamaşaçılarımız üçün çox faydalı olacaq. Dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə təşəkkür edirik. Sağ olun. Sağ olun.